Aşura ziyarətində Seyyid-ü-Şühədanın həqiqi intiqam alanı İmam Zamandır. Ziyarəti Aşurada zikr olunan İmam Mənsurdan məqsəd İmam Zamandır. Bu hissədə Allahdan istəyirik ki, İmam Hüseynin qanının intiqamını Peyğəmbər Əhl-i Beytindən olan yardım olunan İmamla birlikdə almağı bizə nəsib etsin. Bu hissə göstərir ki, İmam Hüseynin qanının intiqamını alacaq şəxs mütləq Peyğəmbər Əhl-i Beytindən olmalıdır. Allahdan istəyirəm ki, Həzrət Muhammed sallallahu əleyhi və alihi və səlləm Əhl-i Beytindən olan qalib imamın, İmam Zaman əleyhissalamın önündə sənin intiqamını almağı mənə nəsib ruzi etsin. Bu cümlədə mühüm nöqtə bundan ibarətdir ki, biz Allahdan istəyirik ki, intiqam alma məqamını, yəni bu şərəfli vəzifəni haqqı bəyan edən və hidayət verən imamla bir yerdə bizə ruzi etsin. Aşura ziyarətində təvəlli və təbərri, salam, lənət və dua məfhumlarından əlavə haqqın qalıcılığı və zalımlara nifrət etməyə də təkid olunmuş və ondan əlavə intiqam və qisasçı kimi İmam Zamana işarə olunmuşdur ki, Aşura ilə Məhdəviyyət arasındakı bağlılığı xatırlatsın. Aşura ziyarətinin iki cümləsinin əsas hədəfi bundan ibarətdir. İmam Zaman İmam Hüseynin həqiqi qisas alanı, intiqamçısı kimi təqdim olunur. Demək, bu iki cümləyə əsasən Seyyid-ü-Şühədaya ağlamaq onun qiyam və hərəkatının hədəfinə çatmaq üçün bir vasitədir. Ağlamaqla yanaşı, onun qanının intiqamını almaq da düşünülməlidir ki, bu da yalnız İmam Zamanın vasitəsilə gerçəkləşə bilər. Əslində, İmam Hüseynin qanının intiqamını almaq məqsədilə qiyam mədəniyyəti və Məhdəvi karvanına qoşulmaq Aşura ziyarətinin ideologiyalarından sayılır.